bu videoda C++-da map nədir? Onu öyrənəcəyik. Map xüsusi bir konteynerdir və məlumatları açar dəyər formasında saxlayır. Yəni, hər məlumatın bir adı olur və ona uyğun bir dəyər olur. Məsələn, tələbə adı bal, şəhər adı əhali sayı. Gəlin çox sadə nümunəyə baxaq, indi hər şey çox daha rahat anlaşılsın. İlk öncə nə edirik? Map kitabxanasını əlavə edirik və map'in də istifadə qaydası əslində çox sadə, çox çətin deyil. Biraz istifadə edildikcə öyrəniləcək. Mən indi hal-hazırda bəli, belə eləməliyəm. String tipində və integer tipində tələbələr map'i əlavə etdim. Və bunu da yazmaq üçün tələbələr bağlı mötərizə və içinə məsələn nə yazaq? Əli olsun adı. Bu da bərabər olsun. Nəyə? Doxsana. Eyni zamanda bundan kopyalayıram. Bir çox ədəd 3 dənə olsun. Windows'dan sonra Mac işlətmək çox çətin olur dostlar. Ona görə biraz əziyyət çəkirəm. Məsələn, bunun adı nə olsun? Vəli olsun. Bunun adı olsun. Aysel olsun. Aysel'in 85. Vəlinin daha doğrusu 85. Aysel'inki də 95 olsun. Və Cout dedim. Tələbələr dedim. Nə elədim? Yazmaq üçün əlini bastırdım. Məsələn, əlinin artıq burada nəyi çıxacaq bizə? Balı çıxacaq. Əli. Endline'ımı qoydum. Hər şey doğru kimi görsənir hal-hazırda. Baxaq. Proqramı işə salacağım. İlk öncə M1-ə dərdləyirəm və M1-i işə salıram. Neynədir? Burada bizə 90 yazısını göstərdim. Burada indi başa salaq, map string integer yazdıq. Bu o deməkdir ki, açar string dəyər isə integer tipindədir. Yəni tələbələr Əli 90 yazdıqda Əli açarı üçün 90 balını yazmış oluruq. Daha sonra tələbələr Ali yazaraq həmin dəyəri oxuda bildik dostlarım. Gördüyünüz kimi istifadəsi çox sadədir. Burada vacib bir şeyə toxunacağım. Map məlumatı indekslə yox, açar adı ilə tapmağa imkan verir. Bu da real proqramlarda çox istifadə olunur. Öz map'inizi yaratmaq istədiyinizdə artıq sizə özəl kod yığını olacaq. Növbəti videoda isə map ilə dövr qurmağı, bütün elementləri necə oxumağı öyrənəcəyik. Videoyu bəyəndinizsə kanala abunə olmağı və videoya like atmağı unutmayın. Digər videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.